qonaqları salamlayıram. Mən sual vermək istirdim ki, qaraciyər piylənməsi nədən yaranır və siz səhər yeməyini, yeyilməyini qəbul edirsinizmi və gün ərzində neçə dəfə qidalanmalıyıq, doktor? Yəni, düzgün şəkildə məlumat verin ki, mən özümdə... Məlumiyyətlə, düzgün deyəndə mən yəni, bilirsiniz necə? Çox insanlar fərqli düşünür ki, yəni yemək olar, olmaz. Lakin mən düşünürəm ki, yəni normal şəkildə insan 2 dəfə yaxud da 1 dəfə qidalansa yaxşıdır. Səhər yeməyi heç də vacib deyil deyə düşünürəm. Buna görə qınanıram, amma indi açıqlama sizdən istəyirəm. Deyim və nəyə bəri başdan hazır olub, mənim dediyim hamısı düzdürmü, bilmirəm. Amma mən buna inanıram, illərlə öz baxdığım, araşdırdığım. Mən hal-hazırda 3 öğün yeməyin tərəfdarıyım. Hərçənd tarixə qayıtsaq, həqiqətən 2 öğün, həmin bu 3 öğün və 3 plus ümumiyyətlə aralar falan, dəqiq nəyi deyəndə?